2024 ve 2025-ci illər mövsümü Liverpool üçün yeni bir İranın başlanğıcı oldu. 90 dəqiqənin sonunda bir tituldan daha artığına qazanan qırmızılar təkcə Premier Liqa çempionluğunu deyil, eyni zamanda yeni bir liderin ətrafında formalaşan inamı, birlik ruhunu və dəyişimin uğra necə aparacağını göstərən nadir futbol nağılını yazdılar. Jürgen Klopp'un 9 illik dövrü yalnız titullarla deyil, klubun ruhunun yenidən inşa edilməsiyle yadda qaldı. Onun gelişi həm komanda daxilində, həm azarkeşlər arasında dərin emosiyalar doğurdu. Lakin bu son değildi. Klopp özü də Arne Slot'un gəlməsini dəstəklədi və keçidin sülh içində futbol fəlsəfəsinin davamlılığı şəklində baş tutmasına şərait yaratdı. Bu, bəlkə də ən uğurlu məşqçi dəyişikliyi nümunələrindən biri oldu. Eynarddan komandanın sükanı arxasına gətirilən Arne Slot, Klopp'un qurduğu sistemə hörmətlə yanaşdı, lakin öz damasını da vurdu. O, tempə dayanan gegenpressingin sərtliyini daha zərif topa nəzarətlə əvəz etdi. Ryan Gravenberchə verdiyi azadlıq, Alexis McAllister'in dərin oyun qurucusu kimi istifadəsi və Dominik Szoboszlayın çevik hücumçu rolu hamısı Slot'un dəyişik yanaşmasının nəticəsi idi. Niderlandlı mütəxəssisin taktikası "Blitzing et, amma düşünərək et" prinsipi üzərində quruldu. Liverpool daha az, amma daha ağıllı qaçırdı. Bu isə onlara sabitlik və bəlkə də Klopp dövründə çatışmayan soyuqqanlılığı qazandırdı. Liverpool mövsüm ərzində yalnız yüksəliş yaşamadı. Merseyside klubu UEFA Çempionlar Liqasının 8-də 1 final mərhələsində PSG qarşısında pasiv oyunla mübarizədən kənarlaşdırıldı. Liga Kubokunun finalında isə komanda Newcastle 2-1 hesabı ilə məğlub oldu. Bu, Slot'un sisteminin hələ formalaşma mərhələsində olduğunu göstərdi. Lakin Premier Liqada sərgilənən ardıcıl və balanslı çıxış əsl uğurun harada yatdığını sübut etdi. Uğurun arxasındakı əsas qəhrəmanları, futbolçuları da unutmaq olmaz. Məhəmməd Salah 32 yaşında olmasına baxmayaraq yenidən liqanı silib süpürdü. Firon komandanın ritmini təyin etdi. Ryan Gravenberch əvvəlki mövsümdə gözləniləni verməsə də Slot'un sistemində əsl dirək oldu. Onun fiziki gücü və texniki bacarığı oyunların axarını dəyişdi. Alexis McAllister müdafiə və hücum arasında körpü rolunu uğurla oynadı. Onun pas dəqiqliyi və meydan görmə qabiliyyəti bir çox məqamda həll edici oldu. Dominik Szoboszlay mövsümün ikinci yarısında qollar və asistlərlə komandanın hücum yükünü çəkdi. Trent Alexander-Arnold'a gəlincə klassik sağ cinah müdafiəçisindən hibrid oyun qurucuya çevrilərək müasir futbolda öz yerini bir daha təsdiqlədi. Liverpool 20-ci dəfə İngiltərə çempionu oldu. Bu, təkcə statistikaya yazılan rəqəm deyildi. Bu, Arne Slot'un ilk mövsümündə yaratdığı sistemin və Klopp'dan miras qalan dəyərlərin harmoniyasının nəticəsi idi. Qırmızılar məşqçi dəyişikliklərinin xaos deyil, sabitlik gətirə biləcəyini də isbat etdilər.